Burada soruşur, səfərdə olan adam cümə namazı qılmalıdır. Qardaşım, bütün alimlər ittifaq ediblər ki, müsafir üçün səfərdə olan cümə namazı yoxdur. Zöhr namazını qılır. Burada alimlər arasında heç bir ixtilaf yoxdur. Lakin alimlər harda ixtilaf ediblər? Müsafir çatır şəhərə, düzdür? Və o şəhər əhalisi cümə namazı qılır. Orada cümə namazı qılınır. Və o adam nidanı eşidir. Nidanı eşidir, yəni azanı eşidir. O cümə namazına getməlidir, yoxsa yox? Onun üçün vacib olur, yoxsa yox? Burada alimlərin iki məşhur görüşü var. Bir qrup alimlər deyiblər ki, ona vacib deyil, amma gedib qılsa namazı sayılır. Gedib qılsa cümə namazı sayılır. Bunu Hənəfilər deyiblər, Maliklər deyiblər, Şafilər deyib, bəzi Həmbəlilər deyib və bir çox alimlər deyiblər bunu. Bir qrup alimlər də deyiblər ki, ona vacibdir, əgər nidanı eşidirsə. Vacibdir gedib cümə namazını qılmaq, baxmayaraq ki, səfərdədir. Bu görüşü bəzi Həmbəlilər deyib və İmam İbn Teymiyyə rahimehullah bu görüşü daha üstün hesab edib. Həmçinin İmam Zuhri bu görüşü deyib, İbrahim Nəxai bu görüşü deyib. Ümumi dəlilə əsaslanıblar Cümə surəsində olan ayəyə ki, ey iman gətirənlər, azan verildiyi zaman, namaza çağırıldığı zaman namaza tələsin. Buna əsaslanıb deyiblər ki, getməsi vacibdir. Allah daha doğrusunu bilir.